Vətən uğrunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səslənir. Dəyişikliklərin yaranmasına səbəb olur. Bu dəyərli xərçəngi riskini artırır və ilmin dəyişikliklərinə yol açır. 1987-ci ildə qəbul edilmiş Montreal protokolu ilə bu maddələrin istifadəsi azaldılır və ozon təbəqəsi tədricən bərpa olunur. Озоновый слой. Озоновый слой – это тонкий слой газа, который защищает Землю от вредного солнечного излучения. Однако некоторые химические вещества, особенно прионовые газы, повреждают этот слой и приводят к образованию озоновых дыр. Это увеличивает риск заболевания раком кожи и приводит к изменениям климата. С принятием Монреальского протокола в 1987 году использование этих веществ сократилось. И озоновый слой пеном. Sular içilmezdi. Meşələr yoxdur. Amma siz bunu əngəlləyə bilərsiniz. Gəlin birlikdə fəlakəti əngəlləyək. Təbiət bizim və gələcəyimizin qorunması üçün çox vacibdir. Смотрите, наш гость из будущего показывает нам последствия отсутствия защиты природы.
Теперь давайте узнаем, как мы можем измениться. Природа очень важна для нас и нашего будущего. Look, our guests from future show us the causes of not protecting nature. Now let's explore how we can change. Gökyüzüyə və iqlim tarafından mənfi təsir göstərir. Tullantıların düzgün idarə olunmaması. Bir çox ərazilərdə məişət və sənaye tullantılarının çeşidlənməsi olması ekosistemi zikləndirir və canlılar üçün təhlükə yaradır. Və indi istəyirəm ki, bu problemlərin həll yollarından danışım. Tullantıların çeşidlənməsi və təkrar edilməlidir. Plastik, kağız, metal və digər tullantıların ayrılması və yenidən istifadəsi üçün sistemlərin qurulması vacibdir. Alternativ enerji mənbələrindən istifadə. Günəş, külək, su enerji kimi təmiz enerji növlərindən keçib, hava və torpaq istifadəsini azaldır. Meşələrin qorunması və bərpası. Yeni ağacların əkilməsi və mövcud meşələrin qorunması biomüxtəlifliyin davamlılığını təmin edir. Maarifləndirmə və təhsil. Ənayin ekoloji şuurunun artırılması məktəblərdə, tədbirlərdə, məlumatlandırma vasitəsilə mümkündür. Qanunvericiliyin gücləndirilməsi, ətraf mühitin qorunması ilə bağlı qanunlara ciddi nəzarət və cərimələrin tətbiqi mühüm rol oynayır. Diqqətiniz üçün təşəkkür edirəm. Environmental problems that requires attention. Government policy is essential in solving those issues. Let us all do our part to protect the environment for future generations. Thanks all for your attention. Good morning, everyone. Today I would like to talk to you about a country that is full of history, beauty, and diversity. Mexico. Mexico is one of the largest countries in North America. It's rich in culture, traditions, and natural beauty. Доброе утро всем. Сегодня я бы хотел поговорить с вами о стране, которая полна истории, красоты и разнообразия. Мексика является одной из крупнейших стран Северной Америки и богата культурой, традиций, родной красотой. However, Mexico, like the other countries, faces serious environmental problems. Its beautiful natural resources are under threat due to pollution, deforestation, and natural beauty. Однако, как и многие другие страны, Мексика сталкивается с серьезными экологическими проблемами. Ее прекрасные природные ресурсы находятся под угрозой из-за загрязнения, вырубки лесов и изменений климата. Air pollution. Air pollution is especially serious in Mexico City. The city is surrounded by mountains, which trap polluted air. The main source of air pollution includes cars, factories, and burning fossil fuels. As population grows, so does the number of cars. Is air pollution, which is caused by oil and industrial waste, and including toxic gases by vehicles. Solutions to this may be using cars less and using public transportation more. Second is soil and water pollution. Chemicals which used to kill pests on plant roots, and also plastic waste in oceans and seas. Solutions that После нужно участить производство перерабатывающих заводов. Чем больше будет, чем лучше для наших стран, для нашего мира. Ну и все, спасибо, что меня выслушали. Спасибо. Havanın çirklənməsi, bitkilərin məhv olması, heyvanların məhv olması,
sayının azaldılması, neslinin kəsilməsi. Ekosistemin pozulmasının qarşısını almaq üçün biz bütün bunların hamısının qorunması məqsədilə aparılan tədbirlər sırasında nə qədər çox canlıları artırsaq, bir o qədər ekosistem genişlənir. Canlıların yaşaması üçün oksigen ehtiyatı artar. Bitkilərin sayı artar, zənginləşər, insanların yaşaması üçün atmosfer daha çox oksigenlə zənginləşər. Və bu baxımdan həm insanların yaşaması, həm heyvanların, həm bitkilərin özünün yaşaması üçün ekosistemi həmişə qorumaq lazımdır. Tullantılar azaldılmalı, bitki örtüyünün sayı artırılmalı, torpağın çitlənməsinin qarşısı, eroziyadan təmizlənməsi və bir sıra bitkilər və torpağın möhkəmləndirilməsi lazımdır. Əks təqdirdə ekosistem pozular və bunun qarşısının alınması çətinləşdiyi üçün atmosfer atıklar ve hava kirliliğinin öncelikli olduğu il sayısı azalmıştır. Atık tesislerinin yapılması ve doğal gaz kullanımının bu gelişmeye neden olduğu düşünülmektedir. Türkiye'de çoğu yerleşim alanında atık depolama alanı yoktur veya yetersizdir. Geri dönüşüm tesisleri oldukça yetersizdir. Toprak kirliliğinin ana nedeni birçok ilde bahçe çöp depolaması, bazı illerde ise sanayi atıklardır. Çözüm yolları: atık depolama alanlarının kurulması, sanayi ve tıbbi atıkların uygun şekilde istiflenerek depolanıp yok edilmesi. Türkiye dünyada erozyona en fazla maruz kalan ülkelerden biridir. Bunların bozulmasına sebep olan bir sıra hadisələr, torpağın çirklənməsi, suyun çirklənməsi, havanın çirklənməsi, bitkilərin məhv olması, heyvanların məhv olması, sayının azaldılması, nəslinin kəsilməsi. Ekosistemin pozulmasının qarşısını almaq üçün biz bütün bunların hamısının qorunması məqsədilə aparılan tədbirlər sırasında nə qədər çox canlıları artırsaq, bir o qədər ekosistem genişlənir. Canlıların yaşaması üçün oksigen ehtiyatı artar. Bitkilərin sayı artar, zənginləşər, insanların yaşaması üçün atmosfer daha çox oksigenlə zənginləşər. Və bu baxımdan həm insanların yaşaması, həm heyvanların, həm bitkilərin özünün yaşaması üçün ekosistemi həmişə qorumaq lazımdır. Tullantılar azaldılmalı, bitki örtüyünün sayı artırılmalı, torpağın çitlənməsinin qarşısı, eroziyadan təmizlənməsi və bir sıra bitkilər və torpağın möhkəmləndirilməsi lazımdır. Əks təqdirdə ekosistem pozular və bunun qarşısının alınması çətinləşdiyi üçün atmosfer Olacaqlı Bitkiler Laboratoriyası Müdürü, Biyoloji Profesörü Doktor Tahsil Əliyev və eyni zamanda Azərbaycan Respublikası İlm və Təhsil Nazirliyi Botanika İnstitutunun nümayəndəsi Biyoloji Profesörü Doktor Tahsil Əliyev və Yusufin Sevimli müəllimi 3 nömrəli müzik məktəbini müəllimi Yüzbəyeva Lale Xanım. Eləcə də dəyərli Riyad TV əməkdaşları bugün tədbirimizin qonaqlardılar. Hər birinizə təşəkkür edirik və sözü sizə veririk. Asif müəllim, məsələn. Mən hamınıza təşəkkür edirəm. O, bəri başdan təşəkkür eləmək belə bir yerə çıxardı. Amma o sonraki təşəkkür edirəm. Doğrudan çox səmimi bir təşəkkür edirəm. Mən gəldim burada, verdim bizim bu kollektivi bu qədər belə qorulan bu işi təşkil edilməkləri, işə səviyyədə, o şartların çıxışları, o ayaqları, o ayağa uyğun hamısı bu dillərə uyğun onların bitkilərlə danışıqları çox mühtəşəmdir, çox gözəldir və doğrudan təşəkkür edirəm ki, siz çox xeyli zəhmət çəkmişsiniz bu işi təşkil edilməkdə, bütün bu işi təşkil edilməkdə zəhmət çəkənlərin hamısına öz minnətlərimi bildirirəm. Biz nəbatat bağı olaraq, mərkəzi nəbatat bağı olaraq bilirsiniz, bu bağ Azərbaycanda bir dənə bağdır, bir dənədir. Yaşıllıqlar qorumasının böyük statusları var, hərəsinin ayrı-ayrı statusları var. Məsələn, meşələr var, bağlar var, parklar var, bağçalar var. Bunlar hamısının statusu ayrı-ayrı. Və mərkəzi nəbatat bağı Azərbaycanın
inkişaf etti, perspektifi, coğrafyalı oyunu ve o Azerbaycan'da biyomüxtəlifliyin bir mərkəzi kimi təsdiq olunur. Burada həmin Azərbaycanın təbiətindən, Böyük Qafqazdan, Kiçik Qafqaz coğrafyasından bilirsiniz, oralar hamısı coğrafyadan mücəllisiniz. Burada eyni zamanda dünyanın müxtəlif otanları Yenidən istifadə edilə bilən şüşə butulkalar istifadə etmək. Meşədə zibilləri yerə atmaq. Gözəl, əgər hamımız yaşıl kart qaldırırıqsa, deməli təbiətə olan məsuliyyətimizi düzgün yerinə yetirdik. Lakin qırmızı kartlar göstərmək bizə deməli daha çox diqqətli olmalıyıq. Təbiəti qorumağa başladığımız zaman bu kiçik addımların böyük dəyişikliklərə gətirib çıxardığını unutmamalıyıq. Biz gənclərin sağlam bədəndə olması üçün idman qədər ekolojik sağlam mühüm rolu da çox böyükdür. Bəzi idman növləri təbiətlə əlaqəlidir. Təbiətlə dərin əlaqə qurmaq, eləcə də idman edərək yaşlılıqdan zövq almaq hər kəsə çox yaxşı təsir edir. Həm də stresi azaldır. Bunlar resabet yarışları, golf, avar çəkmə, yoga, trening, və s. Məktəbimizdə də həmin idman növləri ilə məşğul olan şagirdlərimiz var. Azərbaycan təhsil sistemində bir yeni adımdır. Bu yenilikdir. Bu ideyalı mən bildiyimə görə Yusuf bəy veribdir. Amma mən burada Yusufu təkcə ayırmaq istəmirəm. Burada iştirak edən xalqlar ona o qədər ürəkdən, o qədər candan dəstək oldular. Və siz də müəllimlər, məktəb direktoru, bu Azərbaycan məktəb sistemində, bəlkə tarixində yeni və çox gözəl bir addımdır və bizim yeni milli hədəflərimizdən biri də Azərbaycanda biomüxtəlifliyi qorumaq, meşələri artırmaq, bu istiqamətlərdə sizin bu aldığınız bütün məktəblərin yayılsalar çox da yaxşı olar. Mən də Yusuf, sənə bir dənə ideya deyim, o üstündə işlə. Demək, biz istəyərik ki, Bakıda hər məktəbin özünün parkı olur. Biri var burada olaraq danışaq.
Biri var, məşrəflər gedib o parka, altı bazar, nə vaxtsa bir bayramda, iməzli kimi biz botaniklərlə bir yerlər Azərbaycanın ayrı şkollarından əksərlər. Bir iki dəfə sularsalar, sonra özləri qalsın gedəcək ki, bu işlərdə fərqli alış gecə olur. Bax, hər məşrəfin öz parkı olsa, Bakıda, bu çox gözəl bir şey. Bir də hər botaniki rayona, məsələn, Talışlı orasına, Naxçıvan orasına uyğun Bakıda park olsa, yaxşı olar. Tutaq ki, uşaqların inanıcı gedək, Naxçıvana ilərdir, onun orada bitən anlaşlarına baxar. Belə də bir ideya olsa, geliyorlar, müsibqolarımız üstündə inşallah işləyərsə. Təbrik edirəm anlamızı. Sağ olun. Təbrik edirəm səni. Çox sağ ol. Mən tədbirdə dəvət etdiyim üçün var olasınız. Çok sağ olun. Hörmətli bir daha biz de size teşekkür edeyim kalitiniz adına. Çıkış etmek isteyen kimse varsa ben güvenliyim. Buyurun. Var mı kimsenin çıkışı? Yoksa diye düşünüyorum. O zaman ben kısaca çıkışıma tabii sonlandırmak isterdim. Yusuf Şehzade Sehri Gazetesi şagirdi. Oldukça sakit təbiətli bir şagird olsa da daxilində çox böyük bir zəngin aləmi olan yaradıcı bir şagirdi və çox mərhəmətli bir ürək daşıyır köksündə. Yusuf təklif edəndə ki, mən belə bir tədbir hazırlayacağım. Təmin edeyim ki, bu dərəcədə gözəl olacağını düşünməmişdim. Çok sağ ol Yusuf. Bunların arqası kəsilməsin. Herkes sana destek oldu, əziz şagirdlərimiz, hörmətli müəllimlərimiz, başta Qur'anın müəllim olmaqla, Recep de Validenin Kemal'i müəllim olmaqla. Ben her birinizə çok teşekkür ederim, değerli kollektivim. 203 kişi bir aile olsa da çok mehriban bir ailedir. Özümüzə böyük uğurlar arzu edirəm, nailətlər arzu edirəm. Təbiəti qorumaq üçün də düşünürəm, çox böyük bir şeyler lazım deyil. Sadece insan olmaq yeterli. Ürəyin mərhəmətli olmaq yeterlidir və gözəl zəngin ailənin sahibi olmaq yeterlidir. Təşəkkür edirəm. Herkesten çok sağ olun, çok minnətdarım hər birinizdən. Çok sağ olun. Sağ olun. Sizə sonda bir cümlə demək istəyərdim ki, Kavkaz boyu öz sənət əsərlərini yaratan şagirdlərimizə təşəkkür edirəm. Oğuz Abbasova və Zeynal Dostlarına. Kavkaz geri gider, o şagirdlərimiz rəsmi çəkdir. Təbirimiz, mən qısa bir məsələ toxunmaq istəyirəm. Deməli, dünyada 1500-cü ildə insan sayı 400-500 milyondur. Bu BMT-nin göstərdiyi statistikadır. 1500-cü ildə 405 milyon. Amma 1900-cü ildə, yəni 400 il sonra o 1 milyard yarım. Amma 20-ci əsrin əvvəllərində artıq o olub 6 milyar. İndi də 8 milyar. Deməli, son 20 ildə dünya əhalisi 2 milyar artıq. 100 ildə, yəni 20-ci əsrdə isə haradasa 5 milyar artıq. Amma ekosistem bir zəncirvari bir sistem değil, görürsə bu sistem belə artmanlıqlar var. Burada hamısı bir-birindən olduqca sıx bağlı olan bir şeydir. Əgər burada zəncirin bir hissəsi qoparsa, yəni bir dənizdə bir tamamladı bir nəsə oldu, dənizdə başlayır
insanlar hayvanlarına gıdalanır ve bunların yetkin nəticəsi gələk yenə bir şeylərə. Aslında bir dairəli bir sistem şəklində olur. Ona görə də bir mənları bilməkdir. Təbiətin arasında bir xoşagəlməz bir hadisə baş verirsə, meşə yanırsa, sadəcə olaraq o meşə üçün deyil, ətrafda bütün sistem üçün o fəlakət törədir. Ona görə də hamımız ekosistemin korunması deyilik. Bunun qarşısında alınmasında biz hamımız az veya çox məcburiyyətliyiz. Çox mənalı bir şeydir ki, o bizdə belə bir cavab indi hesabat tələb edir. Və siz gənclik, siz şairliklər elə bir 20 il sonra bizdən hesabat istəyirsiniz ki, bizim bu meşələrimizi niyə belə çıxdırırsınız? Sizin sualınıza mən maraqlı bir hadisə ilə cavab verir. Və Naxçıvanda 90-cı illərin əvvəllərində, mən özüm odanım, 90-cı illərin əvvəllərində işıq qaz yox idi, plakat alaydı. Qış da çox sərt keçirdi. İnsanlar həyətlərindəki o qiymətli ağacları kəsib soğuduq yandırmışlar, məcburə. Yolun qırağında salınmış ağaclar kəsib. Baxırlar ki, maşın karvanı gəlir, dövlət maşınları dayandılar, bunlar boyut açırlar. O maşından düşür, ümumi lider heylərə gelir, çağırır bunları deyir ki, mən bilirəm, məcburən kəsirsiniz. Amma onu elə yerdən kəsin ki, qoy gələcəkdə böyükləriyə gitsin. Vallahi elə o təbiəti qorumağın bir düsturudur, bir ekoloji baxımından bir düsturudur. Ondan sonra bizim 2000-ci ildə Azərbaycan beynəlxalq genofonluq konvensiyasına, Cənab Prezidentin sərəncamı var ki, o müxtəlifliyi qorumaq ondan davamlı istifadə etsin. Bax, COP29 keçirildi. COP29 dünyanın 200'e yaxın ölkəsi Azərbaycandan niyə səs verdi? Onlar mətbuatdan da izləyir, onlar görür ki, biz təbiəti necə qoruyuruq, beynəlxalq öhdəliklərə necə riayət edirik və işğaldan azad olunmuş torpaqlarımızda o qırılmış meşələri necə bərpa edirik? Mən bir neçə dəfə Şuşaya getmişəm, səhv eləmirəmsə Hazırda yaxın yerdə Ekologiya Nazirliyi nə qədər ağac və kollar əkir. Siz təsəvvür edin ki, Füzulini keçirsən, Alxanlı kəndi bizdədir. Ondan biraz o tərəfə keçəndə elə bir səhviyə düşürsən. Dünyada belə bir qəribə bir millət yoxdur ki, bir yeri tutsun, 30 il işğalda saxlasın. Ondan heç cür istifadə edəməsin. Evi, eşiyi söküb aparır, pəncərəni söküb. Amma o ilə bərabər ekoloji genosid də eləyirlər. Təsəvvür edin ki, bir dənə ağac yoxdur, su şəhrizləri yoxdur. Qaydada biz Ağdam yolu gəldik, Bərdiyə çatanda baxırsan ki, yaşıllıq, yolcalıq, heyvanlar otur, ora qədər yoxşandan başqa heç bir bitki yoxdur. Siz gözünün qabağına gətirir, Ağdam kimi şəhər, Aşmalı Ağdamlandır, qabaq sirtib, böyük meşə, yaşıllığı şəhərin özünün yaşıllığı. O şəhər elə bir yox olurdu. Yerində ancaq səhra vardı. Bax, bu əhvarı müharibələrdən danışdılar. Təsəvvür edin ki, indi dünyada 50'ye yaxın münaqişə ocaqları. Və o münaqişə ocaqlarında müharibə nəticəsində ağaclar qırılır, kəsilir, torpaq çirklənir, eroziya uğruyur. Bizim Botanika İnstitutunun təşəbbüsündə COP29'da belə bir təşəbbüs verilmiş ki, dünyada münaqişə gedən yerlərin ekologiyasını beynəlxalq aləm qorusun. Çünki təbiət bütöv, biz Qafqazı bölmüşük ölkələrə, amma ağaçlar bölmür ki, orada Azərbaycandır, orada Gürcistandır. Ona görə də qorumaq sualı verdiniz. Bu bir ölkənin işi deyil, bu beynəlxalq bir işdir. Bax, bu beynəlxalq tədbirlər də ona hesablanır. Buraxmır, havanı çirkləndirmir və səsli çalışırlar. Bu texnologiya karbon emisiyalarının azalmasına və daha təbii şəhərlərin qurulmasına kömək edir. Bir çox ölkələr artıq elektromobil istehsalını və istifadəsini təşviq edirlər. Электромобили. Это автомобили, работающие на электрической энергии, вместо бензина или дизельного топлива. Они
Многие страны уже прибегают к производительству использования электромобилей. Electric cars. Electric cars are cars that run electric instead of gasoline or diesel. They do not emit harmful gases yet in the atmosphere, air, and pollution. This technology helps reduce carbon emission and build cleaner cities. Many countries are already promoting and doing this on electric cars. Uzaqların ərməsi. Qlobal istəkli nəticəsində müddətlərdəki buzlaqlar sürətlə ərməkdədir. Bu proses dəniz səviyyəsinin qalxmasına, sahil şəhərlərinin su altında qalma riskinə və ekosistemlərin pozulmasına səbəb olur. Buzlaqlarda yaşayan heyvanlar, məsələn, ayılar və pingvinlər həyat riskini itirir. Bu dəyişikliklər insan həyatında birbaşa təhlükə altına alır. Таяние ледников. В результате глобального потепления ледники на полюсах стремительно тают. Этот процесс приводит к повышению уровня моря, риску затопления прибрежных городов и нарушения экосистем. Животные, обитающие в ледниках, такие как медведи и пингвины, теряют среду обитания. Эти изменения также могут повлиять на жизнь человека. Melting glaciers. As a result of global warming, the glaciers are warming rapidly. This process leads raising sea levels, the risk of coastal cities being flooded, and the disruptions of ecosystem. Animals that live in glaciers, such as bears, penguins, are losing their habitats. This change also directly threatens human life. Kosmosa zibil aparmaq. Kosmosa tərk edilmiş peyklər və raket hissələri və digər tullantılar getdikcə artır və bu kosmik zibil adlanır. Bu tullantılar aktiv peyklərə və kosmik missiyalara təhlükə yaradır. Alimlər bu zibilləri təmizləmək və gələcəkdə tullantıların qarşısını almaq üçün yeni texnologiyalar üzərində çalışırlar. Kosmos yalnız tədqiqat üçün deyil, həm də məsuliyyətli davranmaq üçün bir məkan olmalıdır. Вывоз мусора в космос. Заброшенные спутники, детали ракет и другие отходы чаще всего сталкиваются в космосе. Это называется космическим мусором. Эти отходы представляют угрозу для действующих спутников и космических миссий. Ученые работают над новыми технологиями по очистке этого мусора и по предотвращению образования отходов в будущем. Космос должен быть местом не только исследований, но и ответственного поведения. Space junk. Upon settles, rocket parts and other debris in the inclined are coming in space, and this is called space junk. This debris poses a threat to self-sufficiency and space missions. Scientists are working on the new technology. Mümkün olacaq. Bu an gələcəyimiz üçün bizə məsuliyyət hissi verir. Zəhmət olmasa əlini qapıb və bircə and içək. Təbiəti qorumağa and verirəm. Mən təbii resursları israf etməyəcəm. Hava, su və torpağı çirkləndirməyəcəm. Gələcəyimiz üçün təbiəti yaşadacam. Bu an yalnız sözlərdən ibarət deyil, həm də həyata keçirmək və həyatımızda tətbiq etmək deməkdir. Bizim təbiətə olan məsuliyyətimiz bu dünyadakı hər bir canlı üçün vacibdir. Təbiəti qoruyaq. Çünki bizə təbiət çox şey verir. Həyatımızın hər anında qüvvətləri unutmamalıyıq. Unutmayın.
kiçik addımlar böyük dəyişikliklər yaradır. Gəlin təbiəti qoruyaq və gələcəyimizi birlikdə qazanaq. Sözünü veririk və dərsin direktoru Günay xanım Cəlilovaya. Konferansda təqdim olunan ən çox antropologiya da insan amili, insanlarımızın ümumiyyətlə cəmi bəşərin təbiətə, onu qidalandıran, dolandıran təbiətə layiq münasibət. Çox sağ olun. Gündəlik həyatımda şəxsi nümunəmdə bir insan olaraq canlıları qoruyuram, təbiəti sevə-sevə qoruyuram, güllərə, çiçəklərə diqqət göstərirəm. Hər insanın elə gözəlliyi, insanlığı onun təmizliyindən başlayır, eləcə də ətraf mühiti sevgi ilə qoruyuram. Təşəkkür edirəm. Bayaqlar dedim, nəbatatlarında işləyirəm, nəbatatlarında... Biz qabağı verdim. Görüntülərin zəminləşdirilməsi baxımından nəbatatlarda önəmli rol oynayan bir vardır. Və burada mənim yadımda işlər olur ki, o şəkilləri biz ona çox işləyəcək. Onların baxımları verir, təcrübələrindən, onların göstərilen həmişə onları verir. Çox sağ olun. Ekologiyanın çiçəklənməsi, biz insanların sahildə ciddi fəaliyyət göstərməməsi, ondan sonra
olsun. Təbiətin qəlbində sabaha yaşıl ümid, bütün olub keçənə Yaradan özü şahid. Dünyamız əmanətdir, bu varlığı qoruyaq. Bizdən sonra mirasdır